qadınla kişini eyniləşdirib hüquq yaradır. Tam ağla ziddir, tam ağla ziddir. Qadınla kişi eyni deyil, hamı bunu bilir. Qadın da bilir, kişi də bilir. Eyni deyil. Qadın hüquqları, feminizm filan, bunlar ikisi də eyni deyil. Nə qədər ki bunu qəbul eləməmsən, elə bilirsən ki, nəticə əldə eləmsən, xeyr, faciələr dalbadal gələcək, arda-arda. Din dəyərləndirdi, kişinin kişi yeri var, qadının qadın yeri, qardaş, vallah belədir. Kişi kişidir, qadın da qadındır. 5 dənə kişi bir iş mühitində oturub, qadın daxil olanda görürsən, mühit fərqlidir. Heç nə, bunun təcrübə bunu göstərir. Qadın daxil oldusa, elə bir fərqli bir varlıqdır. Eyni zamanda qadınlar oturanda da kişi daxil olsun. Bunlar fərqli varlıqlardır. Din gözəl qaydalar qoyub, kişiyə hüquqi hakimliyi verib ailədə, kişi ailənin hüquqi inzibatı rəhbəridir və salam. Və bütün qadınlar da istəyir o qüdrətli kişi olsun yanında, ona söykənsin. Bu ağıl deyir bunların hamısı. Sorğu keçirirlər, deyir, Almaniyada qadınlar daha çox türklərlə evlənməyə meylənir, çünki türklərdə o kişi hiss edici yanında kişi var. Din, bax, bunu legitimləşdirir bu status ailədə. Siz kişini o qədər üzr istəyirəm, düşükləşdirin, sonra ailə məfhumu qalmasın. Elə kişi ilə yaşamaq istəmir. O qadın hüquqları uğrunda mübarizə aparan var, danışır. Onun da həmən həyat yoldaşı elə olanda həvəsdən düşür, yaşamaq istəmir elə adamla. Deyir ki, mən hərdən qadınlardan danışanda kişilərə etiraz edir, kişilərdən danışanda hər çıxarış edirlər, çıxışımdan deyirlər, məsələn, qadınların bu hüquqları var, kişilər deyir ki, bu nədir? Bəzi yerdə çıxarış edirsən, kişilərin hüquqlarından qadınlar deyir ki, bəs qadınlar da belədir filan. Mən həmişə obyektiv mövzuya yanaşmışam. Qadının ev yığışdırmaq, paltar yumaq, yemək, pişirmək vəzifəsi yoxdur dinimizdə. Deyirəm, onu dedin da onda heç nə. Bilirsiniz nə üçün yoxdur? Din deyir ki, bu inzibati qurum bir idarə deyil, bu. Bəli, təbii ki, qadın bu işi görməlidir. Amma könül xoşluğu ilə, ləzzətlə, fədakarcasına bunu eləməlidir. Ariflərdən biri deyir, hər dəfə yemək gətirəndə deyir ki, yoldaşım, bu vəzifən deyil, sən mənə lütf elirsən, xidmət elirsən. Onda daha da əzmlə xidmət eləyir. Yoxsa ki, nikah müqaviləsi, bu oldu, bunu elə, bu. Nikah müqavilələri artdıqca ailələr daha